Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş prokurorluqda 2025-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə dair geniş kollegiya iclası keçirilib. Baş prokuror Kamran Əliyev 2025-ci ilin Azərbaycan üçün mühüm tarixi, siyasi və iqtisadi əhəmiyyətə malik hadisələrlə zəngin bir il olduğunu qeyd edib. Bildirib ki, 2025-ci ilin konstitusiya və suverenliyi ilə elan edilməsi, müstəqil Azərbaycanın ilk milli konstitusiyasının qəbulunun 30, habelə tarixi zəfərimizin 5 illiyinin məhz həmin ilə təsadüf etməsi ona xüsusi tarixi dəyər qatıb. 25-ci ildə ən mühüm hadisələrdən biri kimi təbii ki, biz 8 noyabrda zəfər paradını qeyd etməliyik. Bir çox ölkələrin, dost ölkələrin liderlərinin də iştirakı ilə həmin möhtəşəm parad baş tutmuş və bu parad bir daha Azərbaycanın regionda hərbi, həm diplomatik və digər sahələrdə aparıcı bir dövlət olduğunu nümayiş etdirmişdir. Növbəti bir məsələ kimi 2025-ci ilə biz nəzər salsaq, təbii ki, 8 avqust 2025-ci ildə dünyanın bir nömrəli paytaxtı Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqavilələrinin paraflanmasını biz qeyd etməliyik. Və sevindirici halda ki, sülh müqaviləsinin məhz möhtərəm cənab Prezident İlham Əliyevin irəli sürmüş olduğu şərtlər əsasında baş tutmuşdur və bu sülh müqaviləsinin başlanması prosesi, paraflanması Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'ın birbaşa iştirakı ilə bu baş tutmuşdur. Eyni zamanda bu nailiyyətlər arasında, diplomatik nailiyyətlərimiz sırasında təbii ki, biz Amerika Birləşmiş Ştatlarının azadlıq haqqında dəstəyə 907-ci düzəlişin Azərbaycana münasibətdə tətbiqinin dayandırılması barədə qərarın qəbul edilməsi və bu sənədin Prezident Trump tərəfindən məhz Ağ Evdə cənab Prezident İlham Əliyevin iştirakı ilə imzalanması xüsusi önəm daşıyır və ümid edirik ki, bu istiqamətdə diplomatik səylər davam etdirilir və ümumiyyətlə bu düzəlişin ləğvi yaxın vaxtlarda baş tutacaqdır. Baş prokuror 2025-ci ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında görülmüş işlərə toxunaraq Prezident İlham Əliyevin rəhbərliyi və birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə hər il olduğu kimi 2025-ci ildə də həmin ərazilərin bərpası və inkişafı istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırıb. Eyni zamanda biz ölkə daxilində əldə edilmiş uğurlarla danışanda MDB idman oyunlarının Gəncə şəhərində açılışını və cənab Prezidentin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın həmin açılışda iştirakını qeyd etməliyik. Həmçinin 2005-ci ilin idman yekunları ilə bağlı 26 dekabr 2025-ci ildə idmançılarımızın təltif edilməsi və cənab Prezidentin şəxsən uğur əldə etmiş idmançıları təltif etməsi hesab edirik ki, ölkəmizdə çox mühüm olan idmana inkişafına verilən təbii ki, qiymətdir. Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə respublikada kriminagen durumun nəzarətdə saxlanıldığını, zəruri tədbirlərin görüldüyünü qeyd edib. Biz prokurorluq əməkdaşları konstitusiya və qanunlarla üzərimizə qoyan vəzifələri çalışmışıq ki, vicdanla yerinə yetirək və bunun da nəticəsində digər hüquq mühafizə orqanları ilə birlikdə birinci növbədə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti və digərləri ilə birlikdə ölkədə sabitliyin, stabilliyin qorunması, cinayətkarlara qarşı mübarizədə kifayət qədər uğurların əldə edilməsinə biz sizlərlə nail ola bilmişik. Baş prokuror Kamran Əliyev qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən ötən ilin dekabrında verilən amnistiya qərarı indiyədək ibtidai istintaq və məhkəmə baxışı mərhələsində olan cinayət işləri üzrə 429, habelə məhkum edilmiş 14160 şəxs barəsində tətbiq edilməklə ümumilikdə 14589 şəxsə şamil olunub. Kollegiya iclasında həmçinin vurğulanıb ki, ötən ildə ölkə ərazisində 31852 cinayət qeydə alınmaqla onlardan 90,5%-nin açılması təmin edilib.